Kırdalan şəhərində 3 otaqdan ibarət həyət evi təqdim edirəm sizlərə. Kupçalı. Evimizin həyət hissəsi də var. Son da həyətini də sizlərə göstərəcəm. Təqdimata başladıq qonaq otağından. Belə bir qonaq otağı var. Qonaq otağının baş tərəfində mətbəximizdir. Bu şəkildə. Kupçalı 3 otaqlı həyət evi. Kırdalan şəhərində 2-ci Milyonerlər məhəlləsində. Mərkəzə yaxın ərazidir dəyərli izləyicilər. Təxminən 2 və 9 saylı məktəblərə ayaqla 10-15 dəqiqəlik yoldur. Bajarlı deyilən istiqamətə yaxındır. Qonaq otağı mətbəxi gördünüz. Burada dəhlizimizdir. Sonda həyət hissəsini təqdim edəcəm sizlərə. Burada sanuzel qovşağıdır. Evimizin istilik sistemi bu peçlə isidilir, kondisioner var. Təbii ki, evdə olan əşyalar hər biri çıxacaq. Bura dəhlizimiz, 2 yataq otaqlarımız, sağda qonaq otağını təqdim etdim sizlərə. Daha bir otağımız buradadır. Görürsünüz, belə bir geniş ölçüdə yataq otağıdır. Kupçalı evdir, həyət evidir. 3 otaqdan ibarətdir, həyət hissəsi də var. Sonda sizlərə həyətini də təqdim edəcəm. Bütün kommunallar fasiləsiz olaraq verilir. Daimi mərkəzi kanalizasiya sistemi var. Yerləşmə yeri çox gözəl bir ərazidir. Hündür quru bir ərazi. 2-ci Milyonerlər məhəlləsi deyilən bir ərazi. İndi isə keçirik. Yataq otağını sizlərə təqdim edəcəm. Burada yerləşir digər yataq otağımız. Burada pəncərəsidir. İşıqlı otaqdır. Burada qardirob üçün yer nəzərdə tutulub. İndi isə keçirik evimizin həyət hissəsinə baxırıq. Belə bir həyəti var. Rahatlıqla stol qoyub otura bilirsiniz. Həyətdə klatovkası da var. Bu hissədə. Darvazasıdır. Həyət hissəsidir. Stol qoyub rahat otura bilirsiniz. Bu şəkildə. Üstü paket krişadır, sənədi kupçadır. Bu günə bu qədər, növbəti çəkilişdə görüşənədək.